etdiyimiz hər bir nemət gəldi gedərdi. Yalnız imanımızdan başqa. Yəni, Allah Subhanahu wa Ta'lanın bizi müvəffəq etdiyi İslam dinindən başqa. Din neməti elə bir nemətdir ki, o nemət insan ilə bu dünyada, qəbir həyatında və axirət yurdunda davam edəcək. Və Allah Subhanahu wa Ta'ala bəşəriyyəti, bütün canlıları, heyvanları, insi, cinsi, hamısını yaradıb və onların içərisindən ins və cinsi din ilə, yəni mükəlləfiyyət ilə fərqləndirib. Allah Subhanahu wa Ta'ala həm insanlara, həm də cinlərə din, şəriət göndərib ki, onlar Allaha iman gətirsinlər, Allaha təslim olsunlar. Allah Subhanahu wa Ta'ala'nın halal və haramlarına diqqət edəsinlər. Və bunun nəticəsində də axirət yurdunda xoşbəxt olanlardan olsunlar. Yəni, öz etdikləri ibadətləri ilə, əməlləri ilə Allah Subhanahu wa Ta'ala'nın mərhəmətini qazansınlar. Və Rəbbimiz Quran-ı Kərimdə buyurur ki, وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونَ Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratmışam. Yəni, həyatda, yaradılışda əsas məqsəd, əsas qayə Allah Subhanahu wa Ta'ala'ya ibadət etməkdir. Və ibadət ümumi bir məfhumdur. İbadət deyəndə təkcə namaz başa düşülmür. Bir çox insanların ibadət deyəndə elə bilirlər ki, burada söhbət təkcə namazdan gedir. Təbii ki, namaz ibadətlərin tacıdır. Lakin bütün ibadətlər bura daxildir. Yəni, Allah Subhanahu wa Ta'ala'nın sevib, razı qaldığı bütün söz, əməl, qəlb əməlləri hamısı nədir? İbadətdir. Demək, ibadət bizim həyatımızda baş verən hər bir gözəl, Allahın razı qaldığı işlərin ümumi bir məfhumudur. Yəni, hər bir müsəlmanın gecəsi, günüzü, diri halı, ölü halı, hər bir halı Allah Subhanahu wa Ta'ala'ya ibadət olmalıdır. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm də bizə bu cür tərbiyə verib ki, müminin hər bir halı nə olmalıdır? Allah üçün ibadət olmalıdır. Hətta müminin öz ailəsinə yedizdirdiyi bir tikə çörək belə onun üçün ibadət sayıla bilər. Əgər niyyətini düzgün eləsə, niyyətini düzgün tərtib eləsə, o da onun üçün ibadətdir. Lakin bugün bizim cəmiyyətimizdə yaşadığımız vəziyyət, qarşılaşdığımız hal bir çox hallarda bizi çətin duruma salır.